İstədiyim hansı pozisiyalar var idisə, onların hamısına gəlib keçə bilmişdim. Günlərin gözəl bir günü hiss edirsən ki, sən burada zövq almırsan, bu işdən zövq almırsan, bu iş səni xoşbəxt eləmir. Nələrsə əldə eləmək istəyiriksə, mütləq şəkildə əziyyət çəkməliyik və arxasınca getməliyik. Dəyişim və dönüşüm üçün heç vaxt gec deyil. Əslində uşaqlıqda mənim yeganə arzum var idi, o da jurnalist olmaq istəyirdim. Bütün bunların fonunda ailəm məni müəllimə olmağa yönəldirdi. Televiziyada olmaq istəyirdim. Jurnalistlikdən ziyadə televiziyada olmaq istəyirdim. Televiziyada danışmaq istəyirdim, diktor olmaq istəyirdim, nə bilim, arxa fonda çalışmaq və s. Amma iş belə gətirdi ki, mən Sayvan Universitetinə daxil oldum, filologiya fakültəsinə. Jurnalistika daxil ola bilmədim və hətta ilk il imtina eləməyi düşünürdüm ki, bir də şansımı yoxlayım, amma anamın dəstəyi ilə o mənə orada motivasiya verdi ki, sən bu fakültəni bitir, sonrasında istəsən davam edə bilərsən. Və belə anladı ki, kanallardan birində müsabiqə olduğunu eşitdi. Qrup yoldaşım mənə dedi, heç mən əslində xəbərim yox idi. Dedi, gedək yoxlayaq, sən elə televiziyada işləmək istəyirdin əslində, sənin arzun idi. Ondan da əvvəl mən intervyusa gedirdim, təcrübə keçirdim, öyrənməyə çalışırdım. Orada, yəni biz stajyor idik hər birimiz, sadəcə öyrənməyə çalışırdıq. Orada 2 il oradaydım. Amma televiziya deyildi bu. Müsabiqədən keçəndə intervyusdakı bacarıqlarımız və s. hamısı işə düşdü və qəbul elədilər. Televiziyada artıq işə düzəldiyimi deyəndə ailəm şoka düşdü ki, bu yəni hansı ara, necə baş verdi və onlar bilmirdilər ki, mən əslində 2 ildir intervyusa gedirəm, öyrənməyə çalışıram, özüm üçün nələrsə eləməyə çalışıram. İstədiyim hansı pozisiyalar var idisə, onların hamısına gəlib keçə bilmişdim. Sadəcə olaraq günlərin gözəl bir günü hiss edirsən ki, sənin uşaqlıqda olan o arzun artıq müəyyən bir limitə çatıb və artıq sən burada zövq almırsan, bu işdən zövq almırsan, bu iş səni xoşbəxt eləmir. 25 yaşımın 26-ya artıq keçirdim, mən anladım ki, bitirmək istəyirəm. Reaksiyalar qarışıq idi. Bəziləri televiziyanın çətinliyini bilənlər deyirlər ki, düz elədin, yəni yorulmusansa, getdiyincə, sonra qayıdarsan. Bəziləri anlaya bilmirdi ki, yəni insan necə də rahat yerinə qoyub gedər. Bu komfort zonadan çıxış idi, yəni rahat zonadan çıxış idi və inkişaf eləmək üçün o rahat zonanı atmaq lazım idi. Bilirdim ki, başqa bir yerə gedirəm və orada çətin olacaq, əziyyət olacaq, müəyyən bir yaşdan sonra təzədən imtahan vermək, oxumaq, dövlət imtahanına girmək, bunlar hamısı ekstra stressdir. Özüm özümə motivasiya verirdim ki, bax, bu imtahanı verəcəksən, ikinci kursa keçir, bax, bu imtahanı verirsən, diplom alacaqsın, diplom vacibdir sənin üçün, bax, bu təcrübəni keçəcəksən, insanlarla işləyəcəksən. Yəni, özümə o qədər motivasiya verirdim ki, və o motivasiya da oradan işə yarayırdı. Təbii ki, psixoloji dəstək də alırdım. Əgər ki, bir yerdə nələrsə əldə eləmək istəyiriksə, mütləq şəkildə əziyyət çəkməliyik və arxasınca getməliyik. Bir işi öyrənməsən, onun ustası olmasan, onu yaya bilməzsən və orada da uğurlu ola bilməzsən. Təbii ki, burada o arada boşluq, maddi vəziyyətin çöküntüsü insanlara çətin gələ bilər. Ona görə də əgər düşünürlərsə iş yerini dəyişmək, müəyyən bir artıq baza kapital toplayıb o işə xərcləmək lazımdır. Müəyyən bir qazancı olmalıdır, insanın qazancı olmalıdır. Mən nə edə bilərəm? PR menecer ola bilərəm, reklam edə bilərəm, reklam sahəsində işləyə bilərəm. Və o reklam sahəsi mənim belə baza ehtiyaclarımı, maddi ehtiyaclarımı bağlamağa başladı və elə müəyyən bir kapital özüm üçün toplaya-toplaya həmin o kapitalı xərcləməyə başladım. Elə televiziyadan çıxandan sonra, uzaqlaşandan sonra mənim dönüşümlərim oradan başlamağa başladı. Uğur hekayəm başladı Moskva Psixanaliz İnstitutuna.
Moskva Psixoanaliz İnstitutuna daxil oldum, psixologiya fakültəsinə, Gestalt terapiya bölümündə təhsil aldım, davam elətdirdim. Daha da böyüməyə başladı mən yoqa ilə maraqlanmağa başlamağımın. Ən böyük dəstəyini mən yoqanın 2020-ci ildə pandemiya dövründə hiss elədim. Həm özümə, həm ətrafımdakı insanlara nəfəs texnikaları və yoqa asanları vasitəsilə dəstək verməyə başlayırdım. Başa düşdüm ki, mən gedib bunu da oxumalıyam, bu işin də müəllimi olmalıyam və indi həyatımın bu dönəmində anlayıram ki, müəllimi olmaq istəməyən Nərgiz indi həm psixoloq olaraq bir növ müəllimdir, həm yoqa müəllimi olaraq müəllimdir və həyatının hər işində yenə də müəllimdir. Bizə uşaq vaxtı aşılanan müəllim məktəbdə olan, bağçada olan müəllimlərdən kifayətlənirdi və bizə izah edən olmurdu və yox idi ki, əslində müəllim sadəcə məktəblə kifayətlənmir, sən bilgini paylaşırsansa artıq müəllimsən. Dəyişim və dönüşüm üçün heç vaxt gec deyil. Bu dönüşüm 50-də də başlaya bilər, 60-da da başlaya bilər. Mənim yoqa tələbələrim arasında 73 yaşlı bəy var. İnsan sadəcə olaraq nə vaxt hiss eləməyə başlayır ki, bəli, mən artıq dəyişməyə hazıram, o vaxt başlaya bilər. Türkiyədə 45 yaşında xanımla eyni otaqda qalırdıq, biz tələbə yoldaşı idik. Məsəl üçün, psixologiya fakültəsində mənim 63 yaşlı qrup tələbə yoldaşımız var idi. Yəni, Rusiyada bu daha çox geniş yayılıb, Türkiyədə də yayılıb. Ürəyində belə bir hissi varsa, yəni addım atmaqdan çəkinməsinlər. Çünki xoşbəxt olmadığınız yerdə qalmaq sizin inkişafınıza həmişə mane olacaq.